Salam, efirdən marşdır. INST ölkəmizin müdafiəçilərinin efir vaxtı başlayır. Bu dəfə müdafiə sənəyimizin qumbaralar, mina atanlar, eləcə də zirehli gödəkçə və dəbilqələr, onlarla digər müdafiə təminatlı məhsullar istehsal edən müəssisəsini göstərəcəyik. Eləcə də biləcəksiniz ki, Xəzərdə Rusiya yenidən kalibr NK raketləri ilə, qanadlı raketləri ilə hara atəş açdı. Eləcə də məlumatınız olacaq ki, Rusiya İrana S-300 raketlərin satacaqmı? Amma göstərəcəklərimiz təkcə bunlar deyil. Anonsumuzu izləyin. Müdafiə Sənayesi Nazirliyinin partlayıcı döyüş vasitələri, mina və mina atanlarla yanaşı müxtəlif zirehli gödəkçələr, dəbilqələr, əleyh qazlar istehsal edən müəssisəsindən geniş reportajımız var. Baxsanız biləcəksiniz ki, Azərbaycan istehsalı olan mina atanlar analoqlarından nə ilə fərqlənir? Rusiyanın Xəzər donanması bu dəfə qanadlı raketləri hara attı? Rusiya İrana S-300 raketlərinin satışını hansı əsasla reallaşdırır? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qarabağa qoşun yeridir. Bu suallara cavab və həftənin hərbi yenilikləri hər bir xəbərdə Rahib Qəriblə marş davam edir. Azərbaycan silahı artıq ölkəmizin də dünya silah bazarında böyük güclərin sırasında belə öz imzası var. Azərbaycanın istehsal elədiyi silah və döyüş texnikası artıq neçə ildir ki, beynəlxalq silah sərgilərinə çıxarılır və böyük diqqət və maraqla qarşılanır. Bu sırada təbii ki, milli istehsalımız olan İstiqlal snayper tüfəngi birinci yerdədir. Və bu silah elə ordumuzun da bugün müdafiə mövqelərində möhkəmlənməsinə böyük xidmətlər göstərib, böyük rolu və yeri var. Bu dəfə Müdafiə Sənaye Nazirliyinin qumbaralar, əl qumbaraları və eləcə də 120 mm-lik minatanlarla yanaşı zirehli gödəkçələr, dəbilqələr və onlarla digər müdafiə təminatlı məhsullar istehsal edən bir müəssisəsində olduq. Bu müəssisədə gördüklərimiz də çox maraqlıdır. Onu da qeyd edək ki, həmin müəssisə Sovet dövründə elə radiotexnika sahəsində müdafiə təminatlı məhsullar istehsal edib, amma Sovetlər Birliyi dağılandan sonra müstəqillik dövründə bir müddət ilk illərdə həmin müəssisə öz durğunluq dövrünü yaşayıb, demək olar ki, fəaliyyətsiz qalıb. Müdafiə Sənaye Nazirliyimizin bünövrəsi qoyulduğu gündən həmin müəssisə öz imkanlarını genişləndirib və yeni istehsal sahələri yaradılaraq yeni məhsullar sıfırdan istehsal olunmağa başlayıb. Bu məhsulların sırasında bir daha qeyd edirik ki, müxtəlif müdafiə təminatlı məmulatlar var. Burada əleyh qazlar da var, burada qumbara atanlar da var, qumbaralar da var, eləcə də müxtəlif minalar da var və istehkamçılara lazım olan ləvazimatlar, döyüş vasitələri də. Bu dəfə həmin müəssisənin imkanlarını və burada gedən işi sizə əyani göstərəcəyik. Biləcəksiniz ki, Müdafiə Sənayesi Nazirliyinin bu müəssisəsi müdafiə qüdrətimizin möhkəmlənməsinə necə xidmət edir? Azərbaycan istehsalı olan silah və döyüş vasitələri. Artıq bu fikrin, bu ifadənin biz qürurunu yaşamaqdayıq. Çünki Müdafiə Sənaye Nazirliyinin müəssisələri artıq silahlı qüvvələrimizi bütün silah, sursat və döyüş vasitələri ilə təmin eləmək, təchiz eləmək iqtidarındadır. Biz Müdafiə Sənaye Nazirliyinin bu cür müəssisələrindən birindəyik. Bu müəssisədə Müdafiə Sənaye Nazirliyinin radioquraşdırma müəssisəsində müxtəlif zirehli gödəkçələr, dəbilqələr, eləcə də müxtəlif partlayıcı vasitələr və digər döyüş vasitələri istehsal olunur. Müdafiə Sənayesi Nazirliyi adından da göründüyü kimi ölkəmizin müdafiə qabiliyyətini təkmilləşdirən, yüksəldən istehsal strukturudur. Hər bir yeni müdafiə təyinatlı məhsul silahlı qüvvələrimizin təchizatının təkmilləşməsi, ölkəmizin öz təhlükəsizliyini daha yüksək səviyyədə təşkil etmə imkanları əldə etməsi deməkdir. Silah ustalarımız milli müdafiə sənayemizin yaranmasından ötən illərdə silah, sursat və döyüş vasitələri istehsalı üzrə irili xırdalı yüzlərlə yeni müdafiə təyinatlı məmulatın istehsal prosesini tam mənimsəyiblər. Bu istiqamətdə artıq ölkəmiz yeniliklərə imza atmaq yolundadır. Müdafiə Sənayesi Nazirliyinin Üfüq İstehsalat Birliyinin müəssisələrindən birində partladıcılarla, mina və minatanlarla yanaşı müxtəlif zirehli gödəkçələr, dəbilqələr, əleyh qazlar, istehkamçı vasitələri,
onlarla başqa müdafiə təyinatlı məhsul istehsal olunur. Radioquraşdırma zavodunun bir iş gününü müşahidə etməklə bu istehsal prosesinin nə qədər canlı keçdiyinin və əməkdaşların öz işinə nə qədər can yandırdığının şahidi oldum. Aydın hiss olunurdu ki, mürəkkəb və yüksək dəqiqlik, diqqət tələb edən işləri zavodun kollektivi müdafiəçilərimizi düşünərək, öz müdafiəmiz üçündür deyə ürəklə, həssaslıqla görürlər. Ölkəmizin bu müdafiə sənaye müəssisəsində minatanlar da hazırlanır. 120 millimetrlik minatanlar və onlar tam mükəmməl şəkildə müxtəlif dəyişikliklər olunaraq hazırlanır. O dəyişikliklərdən ən əsası da odur ki, atış məsafəsi xeyli artıb minatanın. 7 kilometr yarım məsafədir. Eləcə də onun digər imkanları, texniki taktik xüsusiyyətləri var, fərqli. Bu onun istifadəsində də rahatlığını təmin olunması deməkdir. Üstəgəl təhlükəsizliyi də yüksək səviyyədə təmin olunub. Müdafiə Sənaye Nazirliyinin radioquraşdırma zavodunda hazırlanan 120 millimetrlik minaatan döyüş vəziyyətində nisbətən kiçik ölçüləri və atəş zamanı minanın yüksək trayektoriyaya malik olması minatanı sığınacaqların arxasında və ərazinin dərin yerlərində yerləşdirməyə imkan verir. Minatandan atəş aparmaq üçün 120 millimetrlik qəlpəli fuqas, yandırıcı, tüstü buraxan, işıqlandırıcı atəş yığımlarından istifadə olunur. Minatanın maksimal vuruş məsafəsi Sovet dönəmindən qalma analoqlarından daha çoxdur. Əvvəlki variantların atış məsafəsi 5000 metr idisə, Azərbaycan istehsalı olan bu 120 millimetrlik minatanların maksimal vuruş məsafəsi 7500 metrdir. Öz istehsalımız olan bu minatan ordumuzun arsenalında var və geniş şəkildə istifadə olunaraq yüksək dəqiqlik və keyfiyyətinə görə özünü tam doğrultub. Zavodumuz keçən əsrin 40-cı illərindən yaranmış Bakının sənaye müəssisələrindən biridir. Keçmiş Sovetlər İttifaqında zavodumuz müdafiə təyinatlı məhsullar istehsal etmişlər. Əsasən bu məhsullar elektronika, radiotexnika məhsulları olmuşdur. Sovetlər İttifaqı dağıldıqdan sonra keçmiş bazarımızı itirdik və bu məhsullar satılmaq üçün heç yerə gedə bilmədi. Müdafiə Sənayesi Nazirliyi yaranana qədər zavod tam tənəzzülə uğramışdı. Amma yeni yaranmış nazirlik zavodumuza ikinci həyat verdi və zavodumuzu bərpa etməyə başladı. Hal-hazırda zavodumuz hər il təxminən 30 milyon manatlıq müdafiə təyinatlı məhsullar istehsal edir. İstehsal etdiyimiz məhsulların böyük əksəriyyəti Azərbaycan Respublikasının müdafiə qüvvələrində işlədilir. Müdafiə sənayemizin bu müəssisəsində partlayıcı paketlər, yamsılama patronları, siqnal raketləri, fişəklər, təlimlərdə istifadə olunan müxtəlif imitasiya vasitələri yüksək keyfiyyətlə hazırlanır. Yamsılama patronları qoşunların keçirdiyi təlimlər zamanı müxtəlif silahların atışını yamsılamaq üçün istifadə olunur. Partlayıcı paketlər isə quru qoşunlarının təlimləri zamanı əl qumbaralarının, artilleriya mərmilərinin partlama yerlərinin şərti olaraq işarələnməsi üçün nəzərdə tutulub. Müdafiə Sənayesi Nazirliyinin Üfüq İstehsalat Birliyinin radioquraşdırma zavodunda müxtəlif partlayıcı məmulatlar da böyük uğurla istehsal olunur. İndi biz burada əl qumbaralarının hazırlanmasını, yığılmasını müşahidə edirik. RGN və RGO müdafiə və hücum qumbaraları yüksək keyfiyyətlə tam standartlara uyğun hazırlana bilir. RGO və RGN əl qumbaralarının istehsal prosesində bir çox işlər elə əl ilə zərgər dəqiqliyi ilə görülür. Son anda hər bir döyüşçünün həyatını düşmən qüvvələrdən xilas edən qumbaraların məhv etmə imkanları da yüksəldilib. Mütəxəssislərdən öyrəndim ki, Azərbaycan istehsalı olan qumbaralara silah ustalarımız daha çox qəlpələnmə qabiliyyəti verib ki, bu da onların məhv etmə imkanlarını daha da artırıb.
Müdafiə Sənəsi Nazirliyinin bu müəssisəsində silahlı qüvvələrin qoşunları üçün müxtəlif zirehli gödəkçələr hazırlanır, yüksək keyfiyyətdə və müasir ölçülərə uyğun. İndi mənim üstümdəki bu zirehli gödəkçə ordumuzun xüsusi təyinatları üçündür və gördüyünüz kimi də son müasir ölçülərə uyğun rəqəmsal texnologiya ilə hazırlanıb və tam rahatlığı müxtəlif aksesuarlar, belə deyək, döyüş vasitələri gəzdirmək üçün üstündə cibliklər də var. Ümumiyyətlə burada dəbilqələr də və digər döyüş vasitələri də yüksək keyfiyyətlə tam müasir ölçülərə cavab verən şəkildə hazırlana bilir. Üfüq İstehsal Birliyinin radioquraşdırma zavodunda əl qumbaraları, minatanlarla yanaşı müxtəlif qoşunlar üçün zirehli gödəkçələr və zirehli dəbilqələr də yüksək keyfiyyətlə hazırlanır. Ordumuzun döyüşçüləri, xüsusi təyinatlıları, həmçinin dövlət sərhəd xidmətinin və daxili qoşunların şəxsi heyəti üçün hazırlanan zirehli gödəkçələr müasir ölçülərə uyğun, yüksək qoruma qabiliyyətinə malik şəkildə istehsal olunur. Müxtəlif zirehli dəbilqələr də qəlpə və güllələrdən yüksək qorumalı olmaqla çox rahatdır. Radioquraşdırma zavodunun istehsal etdiyi müdafiə təyinatlı məmulatların sırasında istehkamçılar üçün ləvazimat və mina axtaran cihaz dəsti əleyhqazlar da var. Müəssisəmiz əsasən mühəndis sursatları istehsal edir. Bundan əlavə olaraq atıcı silahların bəzi növlərini istehsal edir. Mühafizə vasitələri istehsal ilə son illərdə məşğul olmaya başlamışdır. Bunlardan zirehli gödəkçə məmulatlarıdır ki, və zirehli dəbilqələrdir. Bunlar hal-hazırda Amerika standartlarının uyğun olaraq istehsal edilərək qoşunlara göndərilir. Əleyhi qaz məhsulu zavodumuzda mənimsənilmişdir və onun da istehsalı aparılır. Hər il istehsal edilmiş məhsulların çeşidləri və sayları artır və göndərdiyimiz məhsullar bir qayda olaraq Respublikanın güc strukturları tərəfindən yüksək keyfiyyətlə qiymətləndirilir və onların razılığını əldə edirik. Siz marşdasınız. Marşda həftənin hərbi mənzərəsi. Hər bir xəbərdə. Cəbhədə gərginlik davam edir. Bir daha deyirik ki, atəşkəs sakitliyi yaransa belə biz bilirik ki, bu sakitlik nisbidir. Hər an yenidən pozula bilər. Döyüşlər, mövqe döyüşləri yenə də qızışa bilər. Çünki ermənilər hər an istədikləri əmələ, hərəkətə əl ata bilərlər. Və atəşkəs pozuntularının sayı az olsa da yenə də həftə ərzində Ermənistan silahlı birləşmələri cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəsi pozublar. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatını çatdırırıq. Bu həftə ərzində Ermənistan silahlı birləşmələri cəbhənin bütün istiqamətlərində Azərbaycan ordusunun müdafiə mövqelərini, yaxınlıqdakı yaşayış məntəqələrini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2-sində cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 94 dəfə pozan düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə ordumuz 95 atəş zərbəsi endirib. Noyabrın 3-də cəbhə boyu atəşkəs 112 dəfə, 4-ündə 87, 5-də isə 100 dəfə pozulub. Bütün hallarda müdafiədə dayanan qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə atəş zərbələri vurublar. Qardaş Türkiyədə daxil olmaqla biz türk dilli xalqlarla, türk dilli dövlətlərlə daha doğrusu əməkdaşlığımızı daha da inkişaf etdirmək yolundayıq. Bu sırada Qazaxıstan da xüsusi yer tutur. Çünki Qazaxıstanın özünün güclü müdafiə sənaye imkanları, eləcə də güclü ordusu və hərbi təhsil ocaqları var. Bu həftə Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri də təbii ki, elə Qazaxıstanla əməkdaşlığımızın, hərbi əməkdaşlığımızın genişləndirilməsində
mühüm addımlardan biri oldu. Noyabrın 4-də Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun bu ölkənin Müdafiə Naziri cənab İmanqali Tasmaqambetovla təkbətək və eləcə də geniş tərkibdə görüşü olub. Görüşlərdə xüsusilə qeyd olunub ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır. İkitərəfli formatda aparılan əməkdaşlıq həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf etdirilir. Qazaxıstanın Müdafiə Naziri bildirib ki, Azərbaycanın və Qazaxıstanın hərbi dəniz qüvvələri arasındakı praktiki əlaqələrin qurulması xüsusi olaraq diqqət mərkəzindədir və Xəzər dənizində qonşuluq münasibətlərinin təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində birgə səylər getdikcə inkişaf etdirilir. Birgə təlimlərin keçirilməsinə hazırlıqdan danışan İmanqali Tasmaqambetov bu təlimlərin təcrübə mübadiləsi üçün əhəmiyyətli tədbirlər olacağını vurğulayıb. Qazaxıstan Müdafiə Naziri Azərbaycanın Müdafiə Nazirini gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan Kadex 2016 beynəlxalq hərbi texnika və silah sərgisinə dəvət edib. Görüşdə ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb. Hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib. Qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb. Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə Nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb. Biz verilişlərimizin birində Qazaxıstandan ölkəmizin ali hərbi məktəbində təhsil alan gəncləri göstərmişdik və onlar burada təhsilin çox yüksək səviyyədə olduğunu demişdilər. İndi isə Müdafiə Nazirinin Qazaxıstana səfəri zamanı general-polkovnik Zakir Həsənov Qazaxıstanın hərbi təhsil müəssisələrinə baş çəkdi. Daha doğrusu Qazaxıstandakı Müdafiə Universitetində oldu və buradakı təhsil sistemi ilə, tədris şəraiti ilə yaxından tanış olub. Müdafiə Naziri Qazaxıstanın silahlı qüvvələri üçün kadr hazırlığını həyata keçirən Ali Hərbi Təhsil Müəssisəsinin təlim auditoriyalarında, kafedralarında, imitasiya modelləşdirmə mərkəzində tədrisin təşkili ilə maraqlanıb. Universitetdə keçirilən görüşlərdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd olunub. Qazaxıstan hərbi təhsil ocaqları ilə qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Bir qədər əvvəl türk dilli dövlətlərin sıx əməkdaşlığının vacibliyini qeyd elədim və onu da qeyd edeyim ki, bizimlə yanaşı ilə Qazaxıstan da qardaş Türkiyə ilə sıx əməkdaşlıq edir və elə sıx hərbi texniki əməkdaşlığın sayəsində burada Qazaxıstan Aselsan Engineering deyə bir müdafiə sənaye şirkəti yaradılıb. Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə Naziri general-polkovnik Zakir Həsənov da elə həmin müəssisədə olub və müəssisənin istehsal imkanları ilə yaxından tanış olub. Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olub. Ordumuzun komandan heyətli nümayəndələri müəssisədə məhsulların hazırlanması sahələrində və sınaq sexlərində istehsal prosesini yaxından izləyiblər. Burada general-polkovnik Zakir Həsənov hərbi desant kompleksi, hərbi hissənin silahlı və texnika sərgisi ilə tanış olub. Müdafiə Naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və maneələr zolağının dəf edilməsi məşqlərini də izləyib. Silahlı qüvvələrimiz NATO ilə əməkdaşlığa da xüsusi önəm verir və bu istiqamətdə tədbirlər davam edir. Bu həftə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində NATO-nun əməliyyat planlaşdırma kursu keçirildi. Noyabrın 2-dən 6-sına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən NATO-nun əməliyyat planlaşdırma prosesi mövzusunda təlim kursu keçirilib. Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar. Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və digər mövzular barədə məlumatlar verilib. Bu həftə Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində Silahlı Qüvvələrə Yardım Fonduna noyabrın 1-nədək toplanan vəsait haqda
məlumat açıqlandı. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2015-ci il tarixinədək 67 milyon 737 min 961 tam %42 AZN, 211 min 791 tam %88 ABŞ dolları və 593 tam %69 avro vəsait daxil olub. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasa da, bu təşkilatın sülh məramlılarının Dağlıq Qarabağda əməliyyatlara qoşulmasında heç bir problem yoxdur. Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov Minsk qrupunun Amerikalı həmsədri James Orlikin Qarabağ konfliktinin həllində Minsk qrupu üzvü olan ölkələrin ABŞ, Rusiya və Fransanın sülh məramlı qüvvələri müdaxilə edə bilməz fikrinə cavab olaraq bildirib. Valeri Semerikov deyib ki, belə olan halda elə ən yaxşı variant Qarabağ konfliktinin həllinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülh məramlılarının cəlb olunmasıdır. Təşkilatın baş katibinin müavininin bu bəyanatına hələ ki üzv dövlətlərdən heç bir reaksiya yoxdur. Digər tərəfdən Ermənistanın da təşkilatın üzvü olduğundan sülh məramlı missiyanın baş tutmasının sual altında olduğu bildirilir. Bu həftə Rusiya yenə də Xəzərdə geniş təlimlər keçirdi və bu təlimlərdə 30-dan çox gəmi iştirak elədi. Çox maraqlıdır ki, təlimlərdə elə bir müddət əvvəl Suriyaya atəş açılan qanadlı raketlərdən atəş açıldı. Kalibr NK qanadlı ballistik raketlərdən və Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə raketlər elə o Suriyaya atılan raketlər kimi müxtəlif manevrlər edərək, daha doğrusu orada qeyd olunur ki, raketlər 7 dəfə səmtin dəyişərək, dönərək uzaqdakı hədəfləri dəqiqliklə məhv edib. Rusiyanın Xəzərdəki hərbi dəniz qüvvələrinin 30 döyüş gəmisinin iştirakı ilə keçirilən təlimdə Veliki Ustük raket gəmisindən Kalibr NK kompleksindən qanadlı raketlər atılıb. Rusiyanın Cənub Hərbi Dairəsindən yayılan məlumatda bildirilir ki, təyin olunmuş nöqtələrdə 7 dəfə dönərək istiqaməti dəyişən raketlərlə 330 kilometr məsafədəki yerüstü hədəflər dəqiqliklə məhv edilib. 2015-ci ilin 9 ayı ərzində Kalaşnikov Müdafiə Sənaye Şirkəti 2014-cü ilə nisbətdə 5 dəfə artıq atıcı silah satıb. Bu haqda elə həmin konsernin baş direktoru Aleksey Krivoruchko RIA Novosti agentliyinə bildirib. RIA Novosti agentliyində daha bir məlumat yayılıb ki, Rusiyanın İrana S-300 raketlərinin satması ilə bağlı danışıqlar davam edir və Rusiya belə hesab edir ki, Avropanın İrana qarşı qoyduğu embargolarda bu silah satışı heç də o embargoların əleyhinə deyil. Rusiyanın Rosoboronexport Müdafiə Sənayesi şirkətinin rəhbəri Anatoliy Isyaykin Rusiya 24 televiziya kanalında çıxışında bildirib ki, İrana hava hücumundan müdafiə sistemlərinin, radioelektronika vasitələrinin satışı qətiyyən bu ölkəyə silah satışı ilə bağlı tətbiq olunan embargonu pozmaq demək deyil. Rusiyanın ən iri müdafiə sənayesi kompleksinin rəhbəri onu da əlavə edib ki, ölkəsi İrana müxtəlif hava hücumundan müdafiə sistem və vasitələri satır və bu istiqamətdə danışıqlar davam etdirilir. Siz Marş hərbi proqramına baxdınız. Silahlı qüvvələrimizin qələbə soraqlı marşını izləmək qismət olsun hamımıza. Torpaqlarımızı azad, Azərbaycanımızı bütöv görmək arzusuyla salamat qalın.